Hörmətli xanım sədr, hörmətli hökumət üzvləri, xanımlar və cənablar. 2026-cı ilin büdcə siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji baxışlarına uyğun müəyyən edilmişdir. Cari büdcə zərfində makroiqtisadi və fiskal sabitliyə təsir edən risklər daha geniş təqdim edilmiş, risklərin idarə olunması məqsədilə müvafiq mitigasiya tədbirləri də yer almışdır. Qlobal və regional çağırışlar fonunda beynəlxalq münasibətlər, təhlükəsizlik və müdafiə sahələrində bəzi prioritet istiqamətləri vurğulamaq istərdim. Bugün orta güc kimi özünü təsdiqləyən Azərbaycan, hərbi, müdafiə sənayesi və diplomatiya sahələrində paralel olaraq gücünü artırmaqdadır. Hərbi sənaye kompleksini müasirləşdirən Azərbaycan, hərbi texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirir və bir ilk olaraq yerli özəl sektoru da bu sahəyə cəlb edir. Və büdcəmiz bu sahələrdəki dövlət strategiyasının reallaşdırılması üçün maliyyə qarantıdır. Qlobal enerji, maliyyə, ərzaq bazarlarında yaranan dalğalanmalar milli iqtisadiyyatlara təsir göstərir. Aktual 120 münaqişə ocağının yaratdığı təhdidlər səbəbindən də dünya əhalisinin hər 8 nəfərindən birinin ərzaq təminatında problem var. Bu çağırışlara rəğmən Azərbaycan təhlükəsizlik və müdafiə imkanlarını gücləndirir. 2026-cı ilin büdcəsinin 5də 1 hissəsi müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq. Bu, 2024-cü illə müqayisədə 33% çoxdur. Şanlı zəfərimiz nəticəsində bölgədə yeni siyasi reallıqlar yaranıb. Azərbaycan, Ermənistanı səngərdən diplomatik masaya gətirməyə bacarıb. Vaşinqton razılaşmaları Ermənistanla münasibətlərin normallaşdırılması və sülhün təmin edilməsi istiqamətində dönüş yaratdı. Prezident Trump'ın böyük lider, Prezident Tokayevin tarixi miqyasda görkəmli dövlət xadimi kimi dəyər verildiyi Prezident İlham Əliyevin fəaliyyətləri, sitat, Azərbaycanın rifahına və beynəlxalq şəraitin sağlamlaşdırılmasına xidmət edir. Burada ilk növbədə beynəlxalq hüququn prinsiplərinin, suverenliyin və ərazi bütövlüyünün təmin olunması nəzərdə tutulur. Suverenliyin bərpası həm də ona görə vacibdir ki, hazırki dünya nizamının əsasında dövlətlərin suveren bərabərliyi dayanır. 1949-cu il 4-cü Cenevre Konvensiyası işğal olunmuş ərazilər üzərində suverenliyin işğalçıya keçməsini qadağan edir. Bu mənada beynəlxalq hüquqa görə Azərbaycan bugün də 4 anklav kəndimiz üzərində öz suverenliyini saxlayır. Hörmətli xanımlar və cənablar, zəfərimizin regional sülh və təhlükəsizliyin təminə verdiyi töhfənin miqyasını beynəlxalq bir misalla müqayisədə vurğulamaq istərdim. 1990-cı ildə İraqın işğal etdiyi Küveytin suverenliyi Amerika Birləşmiş Ştatları başda olmaqla onlarla dövlətin qoşulduğu beynəlxalq koalisiya tərəfindən Avropanın maliyyə dəstəyi ilə təmin edildi. Azərbaycan oxşar missiyanı Prezident İlham Əliyevin məharətli hərbi və siyasi diplomatik strategiyası əsasında ordumuzun şücaəti, xalqımızın və dövlətimizin gücü hesabına özü yerinə yetirdi. Təbii ki, bu nailiyyətlər onların davamlılığının təmini nəhəng maliyyə vəsaiti tələb edir. Təkcə Şərqi Zəngəzur və Qarabağın bərpası və inkişafı üçün 2026-cı ildə daxil olmaqla 26,5 milyard manat məbləğində vəsait ayrılıb. Prezidentimiz müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Bugün qətiyyətlə deyə bilərik ki, Şərqi Zəngəzur və Qarabağ qlobal miqyasda ən böyük tikinti meydançasıdır. Malik olduğu strateji mövqeyə görə bəzi ərazilərdə yaradılan infrastruktur layihələri dual xarakterlidir. Mülki olmaqla yanaşı, ölkəmizin müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsinə də xidmət edir. Hörmətli xanımlar və cənablar, büdcə layihəsində 549 milyon manat beynəlxalq münasibətlərlə əlaqəli fəaliyyətlərə ayrılmışdır. Bu vəsait Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri maliyyə təminatıdır. Prezident İlham Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində Milli Məclisin 2 və çox tərəfli platformalarda aktiv parlament diplomatiyasında verdiyi töhfələri qeyd etmək istərdim. Azərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluğunun saxlanılmasına 215 milyon manat xərclənəcək. Bu sayıya görə Azərbaycan bir çox BMT üzvü dövlətlərini arxada qoyur. Bu kontekstdə bir təklifimi də səsləndirmək istərdim. Bəzi dövlətlərdə səfirliklə yanaşı konsulluqlarımızın təsis olunması nəzərdən keçirilə bilər. Məsələn, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərdən birində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər. Hörmətli hökumət üzvləri, zaman məhdudiyyəti səbəbilə təmsil etdiyim 49 sayılı Abşeron seçki dairəsi üzrə
Ümumiyyətlə, iki məsələyə bağlı təklifimi yazılı sürətdə təqdim edəcəyəm. Bunlardan biri əsasən az təminatlı ailələrdən olan 270 nəfərin çalışdığı kənd Xırdalandakı dəri əməli və tikiş fabrikinin pandemiya nəticəsində pozulmuş fəaliyyətinin bərpasına hökumətimizin verə biləcəyi dəstəklə bağlıdır. Ümumilikdə büdcə layihəsinə